Ovo marketin bundan neçəncidir? Haqsızlığına gəlirik. Hay hörmət edirəm, çəkmirəm. Deməli sağ olsun. Bax satıcının üzünü çəkmirəm. Mən toyuğa yaxınlaşdım, elə bir toyuq alıram. Sizin satıcılar bundan heç bir yarım saat bundan öncə bu xarab toyuğu, iylənmiş toyuğu mənə satıblar. Üzünüz düşməsin. Bir dəqiqə, yox, klok bağlıydı, başa düşmədim. Mən hardan, necə oldu mən yaxınlaşanda dedi ki, xarab dolar. Dediniz, demədiniz. Baxın, baxın nə deyir. Hələ o birinə bax, sənin üzünü çəkəcəm. Dediniz, xarabdır. Düzdürmü qadası? Elə hörmətdən sağ olun ki, tanıyırsınız. Düzdür mü? Almayın dediniz, və səsiniz düşür. Bir də deyin. Dedim yani almayın. Köhnədir. Birinci gün bir de firma işi. Ay sağ ol. Və mən az öncə alanda bunu niyə veriblər? Düzdür, ben necə bilmirlər, qadan alaram. Siz o başdaydınız mən girəndə. Haqsızlığını görmüsünüz bugünə qədər. Baxın, iyindən evə giriləsi deyil, iyindən. Baxın, yəni qida təhlükəsizliyi, ya xarabun verirlər, ya bu. Baxın.